Azərbaycanın xarici siyasət kursunda hansı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar? Bu barədə nə demək istərdiniz? Buyurun. BMT ilə bağlı məsələlərdə biz bilirdik ki, çoxtərəflilik artıq böhran vəziyyətindədir və onlar BMT Təhlükəsizlik Şurası qlobal regional məsələlərin həllində, münaqişələrin həllində rol oynaya bilmir. Və buna bir alternativin olması, yeni yolların axtarılması çox vacib idi. Bu səbəbdən də həmin missiyanın, bu böyük məsuliyyəti ABŞ prezidenti öz öhdəsinə götürdü və özünün yeni bir çox vektorlu siyasətini yaratdı. Hansı ki, BMT-yə bir alternativ olacaq. Sadəcə burada BMT biraz daha demək olar ki, bütün sahələri əhatə edir. Səhiyyə, sağlamlıq, sosial və s. təkcə münaqişə deyil. Ancaq Sülh Şurasına gəldikdə isə bu yalnız münaqişənin həll edilməsində, xüsusilə Qəzza zolağında olan münaqişənin, əsirlərin qaytarılması, həmçinin bərpa quruculuq işlərinin Qəzzada həyata keçirilməsi üçün yaradılmış bir mexanizmdir. Sülh devizi amalı ilə yaradılıb və dünyada münaqişələrin həllinə yönəlib. ABŞ prezidenti bilirsiniz dəfələrlə vurğulayıb ki, o hakimiyyətə gəldikdən sonra 8 belə münaqişənin həllində rol oynayıb, mediator rolunu oynayıb və o baxımdan da o güclü siqnallar verirdi ki, belə bir yeni bir çox vektorlu siyasət yarada bilər ki, BMT-yə alternativ olsun. Hətta BMT-nin ən kəskin tənqidçilərindən biri də ABŞ prezidenti idi. Belə bir təşkilat artıq Davos İqtisadi Forumu zamanı yaradıldı. Azərbaycan da bura təsisçi ölkə kimi dəvət edildi. Sözsüz ki, bu Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar, həmçinin ABŞ-Azərbaycan münasibətlərində yaranmış yeni fəsil, yeni səhifə açılmasının başqa bir təzahürü idi ki, Azərbaycan Sülh Şurasında məhz təsisçi ölkə kimi yer aldı. Ümumiyyətlə